Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, MİQ və sertifikasiya dərsləri davam edir onlayn və əyani formada. Yəni dərslərimizə ciddi məşğul olmaq istəyən müəllimlər qoşula bilər. Həftədə dərslər 3 dəfə təşkil olunur, qrup və fərdi formada. Hər həftə sonu da deməli ödənişsiz sınaq imtahanları keçirilir. Deməli, dərsin keyfiyyəti yüksək səviyyədə təşkil olunur. 100% nəticə toplamaq istəyən müəllimlər bizim dərslərə qoşula bilər. Və biz inşallah MHM testinə başlayacağıq. Təzə nəşrdir bu. Deməli, birinci bölməni Allahın izni ilə sizə təqdim eləyək. Vaxt itirmədən testlərin izahına başlayaq. Aha, deməli birinci sual belədir. Birinci sualda deyir ki, sürəti verib bizə 72 kilometr bölünmüş saat. Avtomobil 1 saniyədə neçə metr yol gedir? Bunu biz çevirməliyik metr böl saniyəyə. Bax, bu 1 kilometrdir, bu 1 saatdır. Bu da bərabərdir. 72, 1 kilometrimiz 1000 metrdir. 1 saatımızda 3600 saniyədir. Və buradan da ixtisar aparsaq, olacaq 20 metr bölünmüş saniyə. Deməli, cavab olacaq B variantı. İkinci suala baxaq. İkinci sual. İkinci sualda bizdə deyir ki, eyni ölçülü kvadratlara bölünmüş üfüqi səthin K nöqtəsindən hərəkətə başlayan qarışqa göstərilən trayektoriya üzrə hərəkət edərək L nöqtəsinə gəlir. Buna əsasən qarışqanın getdiyi yol ilə yer dəyişməsini tapın. Biz bunun hərəkət trayektoriyasını çəkək. Tutaq ki, K-dan gəlir hara? Tutaq ki, A nöqtəsinə. Sonra A nöqtəsindən gəlir B nöqtəsinə. Sonra B nöqtəsindən gəlir, tutaq ki, C nöqtəsinə. Sonra C nöqtəsindən gəlir D nöqtəsinə. D nöqtəsindən gəlir, tutaq ki, Y nöqtəsinə. Y nöqtəsindən gəlir. Deməli, A, B, C, D, Y, F nöqtəsinə. F-dən də gəlir, bax, burada oxlardan göstərib hərəkət trayektoriyası. Buna deyirəm P, buna deyirəm Q. Deməli, biz bilirik ki, gedilən yol trayektoriyanın uzunluğudur. Yəni, KA plus AB plus BC plus CD plus DY plus YF plus FP plus PQ plus QL. Bu da bərabərdir. Bax, müəllimlər. Mən birbaşa yazıram da burada. Bax, hər deməli dama 10'dur. 10, 20, 30, 40, 50, 60, 70, 80, 90, 100, 110, 120. Deməli 120. Siz yaza da bilərsiniz. Mən birbaşa yazdım. 120 santimetr. Bunu da metrlə yazsaq olacaq 1,2 metr. Yer dəyişməni tapsaq. Yer dəyişmə başlanğıcla son arasındakı məsafədir. Yəni bax bu məsafə. Bu da nə olacaq? 1, 2, 3, 4. Yəni 40 santimetr. Bu da eləcək 0,4 metr. Deməli cavab olacaq. Yolumuz 1,2'dir. Bu cavab B variantı olacaq. Üçüncü suala baxaq. Üçüncü sualda bizdən yenə də yolu soruşur. Yenə də həmişə koordinat zaman qrafiki verilən kimi avtomatik işarələyirsən. A, B, C, D. Yəni A-dan gəlir B-yə, B-dən C-yə, C-dən də D-yə. Deməli, yol bərabərdir AB üstəgəl BC üstəgəl CD. Trayektoriyanın uzunluğu. A-dan gəlib B-yə. 20'dən gəlib 40'a. 20 metr burada yol getdi. Plus. B-dən C-yə, yəni 40'dan 30'a gəldi. 10 metr burada. Plus. C-dən D-yə, yəni 30'dan gəldi 0'a 30. Bu da bərabərdir. Deməli olacaq
30, 40, 60 metr. Cavab olacaq D variantı. Üstə D variantı. Baxaq 4-cü suala. Qəşəng sualdır bu. Deməli bu bizə verib tunel. Bizim tunelimiz budur. Burada müəllimlər, uzunluğu 50 metr olan qatar 200 metr uzunluğundakı tunelə 90 km/saat sabit sürətlə daxil olur. İndi qatarın sürətin km/saatla verib burada. Bunu çevirək metr bölünmüş saniyəyə. Deməli yenə də bu 1 kilometrdir, bu 1 saatdır. Bu da eləyəcək nə? 90 mini 3600-ə böləndə eləyir. Deməli 25 metr böl saniyə. Bunu tapdıq. İndi bizə deyir ki, qatar tuneli nə qədər vaxtda tamamilə tərk edər. Deməli qatarın tuneli tərk etməsi üçün qatar gəlib burada dayanmalıdır da. İndi müəllimlər ən çox çətinlik çəkdiyi buradadır. Məsafəni tapmaq. Bax, məsafəni necə tapırlar? Qatarın arxa tərəfi ilə arxa tərəfi götürülür həmişə və yaxud da qabaq tərəfi ilə qabaq tərəf. Fərqi yoxdur. Məsafə budur. X məsafəsi. Onda X bərabərdir VT. V-nin yerinə yazıram 25. Bizdən T-ni soruşur. Bu da X da nədir? 50 ilə 200-ün cəmi 250. Onda T olacaq 10. Cavab B variantı. 5-ci sualda da deməli koordinat zaman qrafikində biz bilirik ki, xətdirsə bu bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə bilirik ki, bu alfa bucağı yaranır da burada. Bunu paralel köçürsə bura, bu oldu delta x, bu da delta t-dir. Deməli bucağın tangensiyası bərabərdir qarşıdakı katetin, yəni delta x-in bitişik kateti olan nisbəti. Bu da bizə verir sürətin proyeksiyası. İndi burada biz bucaqlarla gedirik. Bax, M-in bucağı budur. L-in bucağı budur, K-nın bucağı budur. Ən böyük bucaq K-dır. Deməli K böyük olacaq L-dən, o da böyük olacaq M-dən. D variantı. İndi keçirik deməli 6-cı suala. Deməli burada bizdən yer dəyişmələrin modullarını soruşur. Yer dəyişmə bilirik ki, son koordinat çıx başlanğıc koordinatdır. K-nın başlanğıc koordinatı budur, son koordinat da budur. Yəni 3x çıx 2x. Onsuz da modulu soruşduğuna görə biz müsbət yazacağıq 2x. M-in başlanğıc son koordinatı çıx başlanğıc koordinat. Son koordinat, başlanğıc koordinatı x-dir, son koordinatı da 3x-dir. 3x çıx x bərabər 2x. İndi baxırıq L-ə. Son çıx başlanğıc. L-in sonu 0-dır, başlanğıcı 2x-dir. 0-dan 2x çıxanda mənfi 2x modulu dediyinə görə biz 2x götürürük. Deməli L K kiçikdir, L bərabər M-ə. D variantı. Keçək 7-ci suala. 7-ci suala bizə nə deyir? Bax, burada diqqətlə fikir verək. Diqqətlə fikir verək. Deməli, burada, bax, neçənci sualdır? 7-ci sual. K x ox istiqamətdə etdiyinə görə bunun sürətinin proyeksiyası müsbətdir. Amma L x oxun əksinə getdiyinə görə L-in proyeksiyası mənfidir. X ox istiqamətdə hərəkət edir. K-dır. Deməli, buraya yazacağım 1. X oxun əksi bu olacaq L. Görüşənə qədər 15 metr yol gedib. Görüş nə deməkdir? Koordinat zaman qrafikində qrafiklərin kəsişmə nöqtəsi. Bax, elə fikir verir, 30-dan gəlib 15-ə. 15 metr aşağı gəldi, yəni burada görüşdü. Amma K-ya baxsa 10-dan gəldi, deməli 15-ə. 10-dan gəldi 15-ə. Deməli, K-nın görüş məsafəsi olacaq 5 metr. İndi bizə deyir ki, burada görüşənə qədər 15 metr yol gedən, əlbəttə ki, L-dir. Buraya yazacağım 3. 3. Bərabər sürətli hərəkət edir hər ikisi. Çünki bərabər sürətli hərəkətə koordinat zamanı xətt yazılıdır.
yer dəyişməsi müsbətdir. Yer dəyişməsi müsbət olan k-dır da. Çünki bax, buradan k-nın yer dəyişməsi nə olacaq? 20 çıx son koordinat, çıx başlanğıc koordinat böl zaman. Deməli 10, bu elədi 2. İndi L-in yer dəyişməsi nədir? Son koordinat 0, çıx başlanğıc koordinat 30, zamanda 10. Mənfi 3 aldım. Gördün? Yer dəyişməsi müsbət olan ancaq burada nədir? K. Olacaq 5. Deməli 1, 5, 2, 3, 4. Bax, cavab C variantı olacaq. Sonra düzxətli bir yolda hərəkət edən cismin koordinatı zamanla mütənasib olaraq cədvəldə verilib. Cismin sürəti. Bax, fikir verin. 0-dan gəlir 2-yə 2 saniyə, 2-dən 4-ə 2 saniyə, 4-dən 6-ya 2 saniyə, 6-dan 8-ə 2 saniyə. Bura bax. 10, 10, 10, 10. Deməli, bərabər sürətli hərəkətdir. 2, 2, 2, 2. Bərabər sürətli hərəkətdə sürətin düsturu son koordinat çıx, başlanğıc koordinat böl zaman, delta t. Deməli, 20-dən 10'un çıxıram, 10. 10'u da bölürəm 2'yə 5. Su. 9'a baxaq. 9'da. Deməli, hərəkət başlanğıc koordinatları eynidir. Bu əsas məsələlərdən biridir. Başlanğıc koordinatları eynidir. 9-cu sual. Yəni elə bil hər iki cisim eyni yerdə dayanıb. Başlanğıc koordinat bu deməkdir. K və L-in sürətləri modulca bərabərdir, düzdür. Yəni modulca eynidir həqiqətən də bax. K və L cisimləri vahid zamanda getdikləri yollar bərabərdir. Bu da doğrudur. Çünki fiqurların sahələri bərabərdir. Amma K və L cisimləri arasındakı məsafə dəyişmir. Bu səhvdir. Dəyişir. Çünki K, tutaq ki, buna deyirəm, məsələn, 10 deyirəm buna. K gedir x ox istiqamətdə 100 metr. L gedir x oxun əksinə 100 metr. Növbəti zamandan sonra bu aralarındakı məsafə artacaq da. Ona görə cavab bax burada olacaq nə? 1-dən 2. Keçək növbəti suala, 10-cu sual. Koordinat zaman qrafikində deməli birinci 0-dan t intervalında sürəti tapaq. Son koordinat çıx, başlanğıc koordinat böl zaman. Yəni 2x çıx 0 böl t. 2x böl t, x böl t'yə v desəm bu olacaq 2v. Bu t2t intervalında cisim sürəti 0'dır. Çünki cisim əgər sükunətdədirsə onun sürəti 0'dır. 2t 3t'yə baxaq. Son koordinat x-dır, başlanğıc koordinat 2x-dır. Zaman da 2t'dən gəlib 3t'yə t. Bu olacaq mənfi x böl t. Bu olacaq mənfi v. Yəni bunun mən qrafikini qursam, bunun qrafikini qursam, diqqətlə fikir verin, çox maraqlıdır. Bax, bunun qrafikini qursam, bax belə bir qrafikdir. Deməli, bir qrafikdən digər qrafika keçəndə zaman dəyişmir. Zamanları olduğu kimi yazıram, bax. Deməli, baxaq, 2t, t, 2t, 3t. Deməli, birinci 0t'də sürət olub 2v. Bərabər sürətli hərəkətdir, 2v. Sonra cismin sürəti olub 0, t2t intervalında. Amma 2t3 intervalında sürət olub mənfi. Mənfidirsə, deməli, qrafiki mən aşağıda quracam. Deməli, cavab olacaq nə? A variantı. Keçək 11-ci suala. Deməli, düzxətli bir yolda hərəkət edən K və L cisimlərinin koordinat zaman qrafikləri verilmişdir. Buna əsasən 6-cı saniyədə cisimlər arasındakı məsafəni tapın. Hərəkət bərabər sürətli hərəkətdirsə, bu 6-cı saniyənin sonunda bir dənə bizə L məlumdur, amma K məlum deyil. Ona görə mən burada K-nın sürətini tapıram. Çünki K-nın sürəti K-dır, L-dir bərabər sürətli hərəkət edir. X çıx x0 böl t. Yəni 100 çıx 50, 10 üçün tapıram da 10 saniyə üçün. 5. 5 o deməkdir ki, bunun hər yerdə sürəti 5'dir K-nın. İndi K-nın 6-cı saniyənin sonunda görə koordinatı nə qədər olub? X-K bərabərdir. X0 plus VK-T. Başlanğıc koordinatı 50'dir. Bu məlum.
Sürət 5-dir. 6 dediyinə görə 6-ya vururam. T-ni yerinə 6 yazıram. 80. Vsyo. İndi bax bizim qrafikimiz belədir bax. Bunu buradan çəkirəm. Deməli x-in T-dən asılı qrafik. Aha, bax. Deməli başlanğıc koordinatı 50-dir. 6 saniyədən sonra cismin son koordinatı olub 80. Bax, 6 saniyədən sonra. Altı saniyədən sonra, lap bunu biraz belə çəkim də. 6 saniyədən sonra. Buna baxaq, bax buna. Bu da deməli mənfi 150. İndi bizə deyir ki, cisimlər arasındakı məsafəni tapın. Cisimlər arasındakı məsafə nə qədər olacaq? Aha, bax, cisimlər arasındakı məsafə budur da. Yəni, bax, cisimlər arasındakı məsafə budur. Bax, bu. Əlbəttə, 0-dan gedib 80-da. Cisimlər arasındakı məsafə budur, 80. A variantı. 12-yə baxaq. 12. 12-də. Deməli 12-də birinci x-in sürətini tapaq. X-in sürəti nədir? Son koordinat çıx başlanğıc koordinat böl delta t zaman. Son koordinatı mənfi 20-dir. Çıx başlanğıc koordinatı 30-dur. Zaman da olsun t-də. Lap zamana da mən 10 verim də burada, qiymət verim 10. Mənfi 5. Bu mənfi 5 istiqamət göstərir. İndi baxaq y-ə. Y-də də eyni. Son koordinat çıx başlanğıc koordinat böl delta t. Son koordinatı nədir? 30. Çıx başlanğıc koordinatı mənfi 20. Zaman da 10. Bu da elədir 5. Və z-ə baxaq. Son koordinat çıx başlanğıc koordinat böl delta t. Z-in son koordinatı 30-dur. Başlanğıc koordinatı 10-dur. Zaman da 10-dur. Eləcə 2. Aha, indi bizə deyir ki, bax, sürətin proyeksiyası ən böyükdür. Harada sürətin proyeksiyası ən böyükdür? Əlbəttə y-in. Bura yazacağam A. Sonra sürətin modulu ən kiçikdir. Z-in. Görsən 2 tapmışam. Modulu deyir bizə. Oldu B. X-oxun əksi istiqamətdə hərəkət eləyib. Əlbəttə x. Çünki mənfidir. Mənfi tapmışam. Mənfi 5. İstiqamətini dəyişmişdir. Heç biri. Başlanğıc koordinatı mənfi 20. Hansının başlanğıc koordinatı mənfi 20-dir? Y-in. Bu da olacaq Y. Deməli, 12-də cavab olacaq 1C, 2A-ya 3B. Cavab B variantı. Sonra 13-cü suala baxaq. Burada sürəti kilometr böl saatı metr böl saniyə çevirmək lazımdır. 72 kilometr böl saat, yəni 72.000-i 3600-ə böləndə eləyir 20. Bu ikincinin heç çevirməyə ehtiyac yoxdur. 15 metr böl saniyə. Üçüncündə isə 600 metr böl dəqiqə. Bu 1 metrdir, bu 1 dəqiqədir. Bizə lazımdır metr, o heç sürəti olduğu kimi yazıram. Dəqiqəni saniyəyə çevirəcəm. Elə bil 600-ü bölürəm. 1 dəqiqəmiz 60 saniyədir. Bu dərəcə 10. İndi bunları müqayisə eləsəm V1 böyüdür V2-dən, o da böyüdür V3-dən. D variantı. 14. Yer dəyişməni soruşur bizdən. Bax, birinci bu sahəni tapıram, sonra bu sahəni tapıram. Deməli, sahə tapanda necə tapıram? 14-də. Birinci, bax bu sahə, bax bu. Deməli, 15 çıx 10. 5 vır 30. 150. İkincinin sahəsi isə budur, bax. Mənfi 100. Yer dəyişməni tapanda sahələri olduğu kimi nə edirəm? Toplayıram. S1 üstəgəl S2. Bu deyiləcək 50 metr. Cavab C variantı. Sonra baxırıq növbəti suala. K-ya baxırıq. K x-oxun əksinə gedir. L isə L də x-oxun əksinə gedir. Yəni eyni istiqamətdə bu doğrudur. K cisimi sabit sürətlə hərəkət eləyir. Bu da doğrudur. L cisimi təcillə hərəkət bu səhvdir. Çünki koordinat zamanla xətti asıdırsa bu bərabər sürətli hərəkətdir. Ona görə cavab olacaq
1 və 2. C variantı. Sonra üzr istəyirəm. Dönə-dönə üzr istəyirəm. Bizdən buradan doğru deyili soruşur. Doğrular bax bunlardır. 1 ilə 2 doğrudur. Doğru deyil burada olacaq B variantı. Sonra baxaq 16-cı suala. 16-cı sualda maraqlı sualdır. Deməli, burada nə edək? Bax, biz burada nə edək? K-nın da sürətini tapaq. Bax, burada fikir ver. K x ox istiqamətdə hərəkət eləyib. Amma L x oxun əksinə hərəkət eləyib. Eyni istiqamətdə hərəkət eləyirlər. Bu səhvdir. Bu səhvdir. Gəl buranın sürətlərini tapaq. Görək sürət əks istiqamətdə hərəkət edirlər. Bu doğrudur. K-nın sürəti görək hansı? K-nın sürətinə baxaq. Deməli, neçənci sual ediyor? 16-cı sual. K-nın sürəti nə olacaq? Son koordinat 3x, çıx başlanğıc koordinat x, zaman da olacaq 4t. Bu da eləyəcək 2x böl 4t. Bu da eləyəcək x böl 2t. Yəni v böl 2-də. L-in sürətinə də baxaq. Son koordinat mənfi x-dir. Başlanğıc koordinat 3x-dir. Zaman da 4t-dir. Bu da eləyəcək mənfi 4x böl 4t. Bu da eləyəcək mənfi v. Bunu tapandan sonra, indi gəl baxaq buna. K-nın sürəti L-dən kiçikdir. Modulca deyirsə, bəli, bu doğrudur. K və L cisimlər arasındakı məsafə əvvəlcə azalır, sonra artır. Baxaq. Həqiqətən də bax, cisimlər arasındakı məsafə əvvəlcə azalır. Çünki koordinat məsafə deməkdir. Sonra artacaq, bax. Bu doğrudur. Görürsən, məsafə artır. Bu doğrudur. Deməli, 4 doğrudur. Cisimlər arasındakı məsafə dəyişmir, bu səhvdir. Deməli, 2, 3, 4. Cavab B variantı. Sonra baxaq 17-ci suala. Aşağıda başlanğıc və son koordinatları verilən cisimlərdən hansı müsbət x oxu istiqamətdə hərəkət edir? Məsələn, A variantına baxsaq, koordinat zaman qrafiki quraq. Deməli, koordinat zaman. Cisim əvvəl 200 idi, sonra getdi 40-a. Deməli, bura 200-dür. Bura 40-dır. Deməli, baba 200-dən gedib 40-a. Fikir ver. Deməli, x oxun əksinə gedib də. Bu olmaz. Bizdən müsbət x-i soruşur. Bu olmaz. Sonra B variantına baxaq. B variantına. Koordinat zaman qrafiki verilib bizə. Mənfi 50-dən gəlib mənfi 10-a. Mənfi 50 aşağıdadır. Mənfi 10 biraz yuxarıdadır da. Deməli, buradan gəlib bura. Əlbəttə, bu x oxu istiqamətdir. Deməli, bu doğrudur da. O birisiləri yazmıram. Eyni qayda ilə o birisiləri tapırsınız. Sonra 18. Deməli, düz xətli bir yolda hərəkət edən cisimlərdən K-nın sürət zaman, L-in koordinat zaman qrafiki verilmişdir. Bu nəsədən cisimlərin 5 saniyədə etdikləri, 5 saniyədə getdikləri yer dəyişmələri modulları. Aha, yer dəyişmə VT qrafikində fiquru sahəsidir. Yəni SK bərabərdir. 5-i 2-yə vururam 10. Amma XT-də isə yer dəyişməni belə tapırlar. Son koordinat çıx başlanğıc koordinat. Yəni 0 çıx 10, mənfi 10. Eləcək 10. Bu da eləcək 10, hə? Nisbət, əlbəttə SK-nın S-ilə olan nisbəti neçə eləcək? 1. Və keçək 19-cu suala. Deməli, 19-da belədir. 19-da deyir ki, düzxətli bir yolda eyni anda 45 metr böl saniyə və 30 metr böl saniyə sabit sürətlərlə hərəkətə başlayan K və L avtomobilləri eyni anda M nöqtəsinə çatırlar. Buna əsasən X məsafəsi neçə metr olar? Bizim düsturumuz budur da. Deməli, S bərabərdir VT. V nisbi vır T. S burada cisimlər arasındakı məsafədir, bax. 75 yazıram. Nisbi sürətdə sürətlər eyni istiqamətdə olanda çıxılır. 15 T. Biz buradan T-ni tapırıq neçə? 5. T-ni 5 tapandan sonra məlumdur ki, bu buradan bura gəlir də, düzdür? Elə X-i bunun üçün də tapmaq olar. Yəni X bərabər VT. Yəni VLT. VL-in sürəti 30-dur. Zaman da tapmışıq da 5. Eləcə 150. Demək cavab eləcə 150 X məsafəsi.
Və ən nəhayət axırıncı suala baxaq. Deməli, düz xətli bir yolda hərəkət edən cisimlərin hərəkət tənlikləri verilmişdir. Neçə saniyədən sonra görüşər? Görüşmə koordinatların bərabərləşməsidir. Yəni 4t minus 8-i bərabər eləyirəm t plus 7-yə. Buradan 4t bərabər olacaq t plus deməli 15-ə. Onda 3t bərabər 15 və t bərabər 5. T-ni tapdım 5. Aydındır. Diqqətinizə görə sağ olun. İnşallah gələn dərslərdə görüşənədək.